Xalid Hüseyni, Çərpələn Uçuran 6-cı fəsil. Qış. Hər il qar yağanda ilk işim bu olur. Səhər tezdən elə pijamamda evdən çıxır, qollarımı açır, sanki havanın sazağını qucaqlamağa çalışıram. Evin qarşısındakı cığır, atamın maşını, hasarlar, ağaclar, damlar və uzaqda görünən təpələrin hamısı qarla örtülmüş olur. Gülümsəyirəm. Gözü tərtəmiz, mavi rəngdə, qar isə elə ağappaq olur ki, baxanda adamın gözləri ağrıyır. Bir ovuc təzə qarı ağzıma doldurur, ətrafı bürüyən, yalnız ara sıra qarğa qarıltısı ilə pozulan səssizliyi dinləyirəm. Sonra ayaqyalın pilləkənlər düşür və səni çağırıram. Qış Qabildə bütün uşaqların sevimli mövsümü idi. Hər halda dəmir soba almağa pul çatan ailələrin uşaqları çox sevinərdilər. Səbəb isə çox sadə idi. Buzlu günlərdə məktəb bağlı olardı. Məndən ötürü qış həm də uzun məktəb sıralarının, Bolqarıstanın paytaxtının hansı şəhər olduğunu əzbərləməyin sonu, Həsən də sobanın yanında kart oynamaq, çərşənbə axşamı səhərləri sinema parkda rus filmlərinə baxmaq, səhərlər qaradam düzəltdikdən sonra plovla şirin şalğam qovurması yemək mövsümünün başlanğıcı idi. Bir də əlbəttə ki, çərpələng uçurmağın. Bəxti gətirməyən bir neçə uşaq üçün qışın gəlişi ilə məktəb bitməzdi. Məktəbdə könüllü qış kursları var idi. Əlbəttə ki, tanıdığım uşaqların heç biri öz könlü ilə bu kurslara yazılmazdı. Bunu onların əvəzinə valideynləri edirdi. Bəxtimdən baba elə valideynlərdən deyildi. Bizim küçənin qarşı tərəfində yaşayan bir Əhməd vardı. Atası həkim idi. Əhməd epilepsiyadan əziyyət çəkirdi və həmişə yun jilet və qalın şüşəli qara eynək taxan bu biçarə oğlan Asifin daimi qurbanlarından biri idi. Hər səhər yataq otağımın pəncərəsindən Həzara qulluqçunun ailənin qara opeli üçün yoldan qarı kürdüyünü görürdüm. Yun jilet və qış paltosu geyinmiş, çantası dəftər kitabla dolu Əhmədin atası ilə birgə evdən çıxıb maşına minməsinə tamaşa edər, maşının həyətdən çıxmasına, döngədən burulub uzaqlaşmasına baxıb, sonra flanel pijamamda yatağıma girərdim. Yorğanı çənəmə qədər qaldırıb pəncərədən şimaldakı qar papaqlı təpələrə baxardım, ta yenidən yuxuya gedənə kimi. Qabilin qışını sevirdim. Gecələr qar dənələrinin pəncərəmi yumşaqca döyəcləməsini, gündüzlər qara rezin uzun boğaz çəkmələrim altında qarın xırıltıldamasını, külək küçəni, həyəti dolaşıb vıyıldayanda dəmir sobanın istisinə qızınmağımızı sevirdim. Amma ən çox ağaclar qarla, yollar buzla örtüləndə, baba ilə mənim aramdakı donun biraz əriməsinə sevinərdim. Bunun da səbəbi çərpələnglər idi. Baba ilə mən bir evdə, amma fərqli dünyalarda yaşayırdıq. Çərpələnglər bu iki dünya arasında bir vərəqlik sərhəd idi. Hər qış Qabilin müxtəlif qəsəbələri çərpələng uçurma yarışları təşkil edərdi və Qabildə yaşayan bütün oğlanlar üçün yarış günü soyuq mövsümün ən vacib günü idi. Yarışdan əvvəlki gecəni gözümə yuxu getməzdim. Yerimdə o yan bu yana çevrilər, divara kölgə salıb barmağımla heyvan fiqurları düzəldər, hətta yorğana bürünüb qaranlıq balkonda oturardım. Özümü əsas döyüşdən əvvəl səngərdə yuxuya getməyə çalışan əskər kimi hiss edərdim. Əslində həqiqətən o qədər də uzaq deyildim. Qabildə çərpələng yarışına getmək elə müharibəyə getmək kimi bir şey idi. Bütün müharibələrdə olduğu kimi bu savaşa da hazırlaşmaq lazım idi. Bir müddət Həsən və mən özümüz çərpələng düzəldərdik. Payızda bizə verilən həftəlik xərci yığar, babanın vaxtı ilə Heratdan gətirdiyi saxsı atın içində saxlayardıq. Qış küləkləri əsməyə başlayanda və qar yerdə qalanda atın qarnındakı yapışqanı açıb pulları çıxarardıq. Bazara gedib bambuk, yapışqan, ip və kağız alardıq. Saatlarla çərpələngin ortası və çarpaz dirəyi üçün bambuk budaqlarını yonar, havada yaxşı süzməsi üçün nazik kağızdan parçaları kəsər və əlbəttə ki, çərpələngi idarə etmək üçün xüsusi şüşəli liftdən ip tar düzəldərdik. Bütün elementlər vacib idi. Bu savaşda çərpələng tapanca idisə, tarda onun gölləsi idi. Çünki rəqibin çərpələnginin yolunu yalnız məhz tarla kəsib yerə aşırırdıq.
Biz həyətə çıxıb 300 metrə qədər ipə şüşə qırıntısı və yapışqan hopdurardıq. Sonra tarı quruması üçün ağacların arasından bağlayardıq. Ertəsi gün döyüşə hazır tarı taxta kələfə dolayardıq. Qarın əridiyi və bahar yağışlarının dövrəyə girdiyi vaxta qədər artıq Kabildəki hər oğlan uşağının əli üfüqə çatılar və qabarla örtülmüş olardı. Bütün qışı çərpələng uçurmuş uşaqların əlindəki hər bir çatın öz tarixçəsi vardı. Məktəb başlayanda dostlarımla yığışıb döyüş qabarlarımızı müqayisə edərdik. Kəsiklərin yeri 2 həftə boyunca sağalmaz və kəskin ağrısa da şikayətlənməzdim. Bu kəsiklər yenə də ildırım kimi tez keçib gedən sevimli fəslimizi xatırladardı bizə. Sonra hər sinifin kapitanı fit verər və uşaqlar sevimli qışın yenidən dərs vaxtı ilə əvəzlənməsinə dərin təəssüf hissi ilə öz siniflərinə dağılışardılar. Tezliklə bizə aydın oldu ki, Həsənlə mən çərpələng uçurmağı çərpələng düzəltməkdən daha yaxşı bacarırıq. Bizim düzəltdiyimiz çərpələnglərdə hər zaman nə isə səhv olurdu. Odur ki, baba çərpələng almaq üçün bizi Seyfonun dükanına aparmaq başladı. Seyfo demək olar ki, kör idi. Gündəlik qazancını moçilikdən, ayaqqabı təmirindən çıxarardı. Amma o, həm də Kabilin ən məşhur çərpələng ustası idi. Kabil çayının palçıqlı sahilindən keçən izdihamlı Meyvənd küçəsindəki xırdaca daxmasını imalatxanaya çevirmişdi. Həbsxana kamerası boyda bu dükkan qapısından əyilmədən keçə bilməzdin. Sonra isə dəmir qapağı qaldırıb taxta nərdivanla Seyfonun dillər əzbəri olan çərpələnglərini saxladığı rütubətli zirzəmiyə düşməli olurduq. Baba hər birimizə 3 eyni cür çərpələng və kələf-kələf şüşəli ip alardı. Əgər mən fikrimi dəyişib daha böyüyünü və daha bahalısını istəsəydim, baba istədiyimi alardı. Amma onda eyni cür çərpələngdən Həsənə də alardı. Hərdən istəyirdim ki, o belə eləməsin. Mənə fərq qoymasını, babanın sevimlisi olmaq arzulayırdım. Çərpələng yarışı Əfqanistanda ta qədimdən qış ənənəsidir. Təyin olunan gün səhər tezdən başlayan yarış qalib çərpələng göydə tək qalana qədər bitməzdi. O illərin birində yadımdadır, yağış gün batana qədər bitməmişdi. Adamlar səkilərin və damların üstünə toplaşıb uşaqlarına azarkeşlik edərdilər. Küçələr itələşən, dartışan çərpələng uçuranlarla dolardı. Gözünü qıyıb səmaya dikən uşaqlar rəqibin xəttinə girib, onun çərpələngini yerə salmaq üçün fürsət axtarardılar. Hər yarışçının bir köməkçisi olurdu ki, mənimki də Həsən idi. İp kələfini saxlayıb xətti idarə eləsin. İllərin birində qonşuluğa köçmüş əsilzadə Hindi ailəsinin uşağı bizə dedi ki, onlarda çərpələng uçurmanın çox qəti qayda qanunu varmış. Siz yalnız çərçivələnmiş ərazidə dayana bilərsiniz. Küləyin istiqamətinə görə hərəkət bucağınızı da doğru seçməlisiniz, deyə Hindli dostumuz fəxrlə öz qaydalarını izah edirdi. Özdə çərpələngin ipi üçün alüminium məftildən istifadə eləmək olmaz. Həsənlə mən bir-birimizə baxıb qəhqəhə çəkdik. Britaniyalıların artıq bir əsrdir ki, anladığı həqiqət balaca Hindliyə hələ də çatmamışdı. Ruslar da bunu 1980-ci illərin sonunda öyrənəcəkdilər. Əfqanlar azad insanlardılar. Əfqanlar ənənələri sevir, qaydaları isə nifrət edirlər. Qaydalar çox sadə idi. Heç bir qayda yoxdur. Çərpələngini uçur, rəqibininkinin yolunu kəs, əslinin əlindən gələni 5 qaba çək. Amma bununla iş bitmirdi. Əsl əyləncə çərpələng kəsilib yerə düşəndən sonra başlayırdı. Həmin məqamda çərpələng uçuran uşaqların qaçmaq növbəsi gəlirdi. Qonşu evlərin üzərində süzüb kiminsə həyətində, ağacın üstündə ya damında dövrə vura-vura eninə qədər çərpələngi izləyən uşaqların həmin anda amansız mübarizəsi başlayırdı. İlanın düşdüyü yerə birinci çatmaq, çərpələngi götürmək lazım idi. Yarışçılar dəstə-dəstə küçələrin canına düşür, bir-birini itələyə-itələyə qaçırdı. Onlara baxanda İspaniyada öküzlərin qaçan adamların barədə oxuduğu bir radio təsvir gözümün önündə canlandı. Bir dəfə qonşu uşaqlardan biri çərpələngini götürmək üçün şam ağacına dırmaşmalı olmuşdu. Ağacın budağı uşağın ağırlığına dözməyib sındı və oğlan 10 metr hündürlükdən yerə yıxıldı. Onurğası sınan biçarə ömrünün sonuna dək əlin qaldı. Gəzə bilmədi. Amma o çərpələng əlində yıxılmışdı
Və çərpələng uçuranın əli çərpələngin üstündə olanda onu uşağın əlindən heç kim ala bilməzdi. Bu qayda deyildi, ənənə idi. Yarışçılar üçün ən ləzzətli mükafat qış yarışının sona qalan çərpələngi idi. Bu uşaqların çox sonra da evə gələn qonaqlara fəxrlə göstərəcəkləri ən şərəfli qənimət idi. Göyün üzü çərpələnglərdən təmizlənəndə və sona qalan 2 finalçı səmada süzəndə bütün yarışçılar son mükafatı ələ keçirməyə hazırlaşardı. Onlar çərpələngin enəcəyi yerə çatmaq üçün ən əlverişli saydıqları mövqeni tutardılar. Yay kimi açılmağa hazır əzəllər, gərlər. Boyunlar göyə doğru uzanar, gözlər qıyılardı. Gərilmiş əsəblər dözməz, hərdən dava düşərdi. Və son çərpələng kəsilən anda ortalıq cəhənnəmə dönərdi. O illərdə saysız hesabsız çərpələng uçuran görmüşdüm. Amma Həsənin tayı bərabəri yox idi. O müthiş bir bacarıqla çərpələngin düşəcəyi yeri əvvəlcədən hesablayıb, mükafatı yerə dəyməmiş götürərdi. Sanki daxili kompası var idi. Buludlu qış günlərindən birində Həsənlə mən çərpələng uçururduq. Mən arxların üzərindən hoppana dar küçələrin döngələrindən burularaq Həsənin ardınca qaçırdım. Ondan bir yaş böyük olsam da, Həsən məndən daha sürətlə qaçırdı. Çox geriyə qaldığım üçün onu çağırdım. Həsən, gözlə! Nəfəsim təngimiş ağzımdan od çıxırdı. O çevrildi. Əli ilə istiqaməti göstərdi. Bu tərəfə. Həsənin səsi burulduğu döngənin arxasında itdi. Göstərdiyi tərəfə baxdım. Amma bu çərpələngin döndüyü istiqamət deyildi. Quyruğu ilan kimi burulan çərpələng əks istiqamətdə süzürdü. Biz onu itirəcəyik, əks tərəfə gedirik, deyə qışqırdım. Narahat olma, güvən mənə. Həsənin irəlidən gələn səsinin ardınca qaçdım. Döngəni burulanda onun başını aşağı salıb göydə süzən çərpələngi izləmədən qaçdığını gördüm. Kürəyindən axan tər köynəyində iz buraxmışdı. Daşa ilişib yıxıldım. Həsəndən yavaş qaçmağım azmış kimi, həm də çox yönləmsiz idi. Onun təbii fiziki hazırlığına heyran olardım həmişə. Ayaq üstə qalxanda o biri küçənin döngəsində Həsənin yoxa çıxan kölgəsini gördüm. Arxasınca getdim. Sıyrılmış dizim elə ağrıyırdı ki, sanki ona minlərlə iynə batırırdılar. İstiqlal orta məktəbinin yaxınlığında təkərlərin kələ-kötür izlərlə şumlanmış palçıqlı yola gəlib çıxmışdıq. Yolun bir tərəfində yayda kələm əkilən sahə, o bir tərəfində isə albalı bağı var idi. Həsəni ağaclardan birinin altında oturmuş gördüm. Bardaş qurub avucunda qurusu yerdi. Burada nə edirsən? Soruşdum. Ürəyim döyünür, mədəm bulanırdı. O gülümsədi. Gəl bura Əmir ağa, mənimlə otur. Onun yanında özümü yerə bastım. Deyinə qarın üstünə uzandım. Vaxt itiririk, görmədin o başqa tərəfə gedir. Həsən tutqurusunu ağzına atdı. Gəlir, dedi. Mən nəfəsimi ala bilmirdim. Onun isə səsindən gümrahlıq yağırdı. Hardan bilirsən? Bilirəm də. Hardan bilirsən axı? Üzünü mənə çevirdi. Daz başından bir neçə damcı tər axdı. Əmir ağa, mən sənə yalan danışaram mı heç? Birdən qərara gəldim ki, onunla biraz məzələnim. Bilmirəm, danışarsan? Mən pox yeyərəm. Onun baxışında hiddət var idi. Doğrudan? Bunu edərsən? O çaşqın nəzərlə baxdı. Nəyi? Mən istəsəm pox yeyərsən? Mən bilirdim ki, sözlərim kobud səslənir. Onu bilmədiyi çətin sözlərə görə lağa qoyanda da belə qəddar idim. Amma Həsənlə məzələnməkdən xəstə bir ləzzət alırdım. Həşəratlara işgəncə verəndə eyni hissi ikimiz də keçirərdik. Amma bu dəfə qarışqanın yerində Həsən, lupa ilə ona əziyyət verən isə mən idim. Onun baxışları üzümdə bir xeyli gəzdi. Bir-iki oğlan albalı ağacının altında oturub bir-birimizin üzünə hətta göz-gözə baxdıq. O anda mən bunu yenə gördüm. Həsənin üzünün dəyişməsini. Bəlkə də bu dəyişiklik deyildi. Sadəcə mən eyni anda Həsənin iki üzünü görürdüm.
Biri mənə yaxşı tanış olan, uşaqlıqdan yadında qalan Həsənli idi. O biri isə daha dərində, alt qatda gizlənmiş ifadə. Bu, əvvəllər də baş vermişdi. Mən onun üzündəki bu dəyişiklikdən üşünürdüm. İkinci Həsənin üzə çıxması bir an qədər çəkdi. Amma bu an kifayət idi ki, əvvəl bu ifadəni harda gördüyümü xatırlamaq əzabına tutuldum. Sonra isə onun sifəti əvvəlki halına döndü. Bu yenə də o idi. Alışdığım Həsən. Sən xahiş eləsən, mən bunu edərdim. Deyə o gözümün içinə baxdı. Gözlərimi yerə dikdim. Bugünə qədər də mən Həsən kimi ağlındakı ilə dilindəki bir olan insanların gözünün içinə baxmaqla çətinlik çəkirəm. Amma maraqlıdır, deyə o əlavə elədi. Sən məndən belə bir şey istəyirdinmi, Əmir ağa? Bu sualla o da məni imtahana çəkirdi. Mən onunla oyun oynayıb sədaqətli imtahana çəkmişdimsə, o da bu oyunu ilə mənim vicdanımı imtahana çəkirdi. Kaş bu söhbəti başlamayaydım. Zorla gülümsədim. Axmaq olma sən, əlbəttə istəməzdim. Özün bilirsən ki, istəməzdim. Həsən də gülümsədi. Amma bu fərqli, ürəkdən gələn bir təbəssüm idi. Bilirəm, dedi. Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da bu cürdür. Budur, gəlir. Həsən göyü göstərdi. Ayağa qalxıb bir neçə addım sola tərəf getdi. Yuxarı baxanda çərpələngin bizə tərəf şığıdığını gördüm. Addım səsləri, qışqırıq eşidildi. Bir dəstə yarışı göydəki çərpələngin ardınca gəldi. Amma əbəs idi. Həsən çöhrəsində təbəssüm, qollarını geniş açıb çərpələngi gözləyirdi. Allah varsa gözümü çıxarsın, yalan deyirəmsə. Çərpələng düz gəlib onun qollarının arasına düşmədi mi? ...1975-ci ilin qışında mən Həsəni son dəfə çərpələng uçuran gördüm. Adətən hər qəsəbənin öz yarışı olurdu. Amma həmin il mənim yaşadığım və Zərəkbərxan qəsəbəsində keçirilən yarışa bir neçə qəsəbə. Kartecahar, Kartepərvan, Məkrorayan və Kotəsəngi qəsəbələrindən uşaqlar qoşulmuşdu. Şəhərdə elə yer yox idi ki, orada qarşıdan gələn yarışdan danışmasınlar. Danışırdılar ki, bu son 25 ildə ən böyük yarışdır. Yarışa cəmi 4 gün qalmış, bir qış gecəsində baba ilə mən onun kabinetindəki dəri kreslolarda sobanın işığında oturmuşduq. Çay içib söhbət edirdik. Əli bizə şam yeməyinə kartof, gülkələn və düyü verib, Həsən də bir göz daxmalarına getmişdi. Baba qəlyanını dolduranda ondan Heratda canavarların dağdan şəhərə enməsi, adamların bir həftə qorxudan evdən bayıra çıxmaması haqda əhvalat danışmasını xahiş etdim. Kibriti çəkib məni eşitməmiş kimi dedi. Məncə bu il çərpələng yarışını sən udarsan. Nə deyirsən? Mən nə deyəcəyimi bilmirdim. Heç nə düşünəcəyimi də bilmirdim. Lazım olan bu idimi? O mənə qəlbinin açarını mı ötürürdü? Mən yaxşı çərpələng uçururdum. Əslində çox yaxşı çərpələng uçururdum. Bir neçə dəfə az qala qış yarışını utmuşdum. Bir dəfə hətta ona sona qalan 3 çərpələngdən biri mənimki olmuşdu. Amma az qala qalib gəlmək olmur. Adam ya qalib olur ya da yox. Baba az qala qalib gəlmirdi. O sadəcə qalib gəlirdi. Çünki qaliblər qalib gəlir. Qalanlar isə heç nəsiz geri qayıdır. Baba udmağa alışmışdı və onun məntiqi də qabiliyyətinə köklənmişdi. Hər şeydə qalibiyyətə. Məgər onun eyni şeyi oğlundan gözləməyə haqqı yox idimi? Bir düşünün. Mən utsam? Baba qəlyanını yandırıb danışmağa başladı. Mən özümü qulaq asırmış kimi göstərdim, amma eşidə bilmirdim. Çünki babanın söz arası atdığı fikir beynimə batmışdı. Həmin qış yarışı udacağımı qərarlaşdırırdım. Mən qalib gələcəkdim, başqa yol yox idi. Mən qalib gələcəkdim və sona qalan çərpələng məhz mənimki olacaqdı. Sonra mən onu evə gətirib babaya göstərəcəkdim. Göstərəcəkdim ki, onun oğlu da bir işə yarayır. Bununla da söhbəti bir dəfəlik bağlayacaqdım.
Bəlkə onda bu evdəki kabus həyatım bitəcəkdi. Xəyala daldım. Təsəvvür elədim ki, bizim naharda hökm sürən və ara bir çəngə bıçaq səsi ilə kəsilən sükut əvəzinə söhbətlər və gülüş səslənir. Xəyal etdim ki, cümə günü baba ilə Pağmana gedir və yolda qızarmış ala balıq və kartof yemək üçün Qarğa gölündə maşını əyləyirik. Mərcan şiri görmək üçün zooparka gedə bilərdik və baba da heç əsnəməz, tez-tez saatına oğrun baxışlar atmazdı. Bəlkə o hətta hekayələrimdən birində oxuyardı. Heç olmazsa birinin oxuduğunu bilsəydim, onun yüzünü yazardım. Bəlkə Rəhim xan kimi o da məni Əmircan çağırardı. Bəlkə də o bir gün anamı öldürdüyümə görə məni bağışlayardı. Baba mənə bir gündə 14 rəqib çərpələngini yerə salandan sonra qalib gəldiyini danışırdı. Mən lazım olan yerdə gülümsəyir, başımı tərpədir, gülürdüm. Amma çətin ki, dediklərindən bir kəlmə olsun qulağıma girmişdi. İndi mənim missiyam vardı. Babanı məyus etməyəcəkdim. Bu dəfə bunu edə bilməzdim. Yarışdan əvvəlki gecə güclü qar yağmışdı. Həsənlə mən kürsünün altında oturub pəncpər oynayır, küləyin yellədiyi ağac budaqları pəncərəni tıqqıldadırdı. Həmin gün əlindən xahiş etmişdim ki, bizim üçün kürsü qursun. Əli altına elektrik qızdırıcısı qoyduğu alçaq masanı sırıqlı yorğanla örtür, ətrafına çoxlu döşək və balış yığırdı. Kürsü dediyimiz bu dəstgahda 20 adam oturub ayağını yorğan altında qızdıra bilərdi. Həsənlə mən qarlı günlərin çoxunu bu kürsünün altında şahmat, kart, əsasən də pəncpər oynamaqla keçirərdik. Mən Həsənin onluğunu vurub, ona 2 valet və 6-lıq getdim. Qonşu otaqda baba və Rəhim xan bir neçə başqa kişi ilə nəyisə müqayisə edirdilər. Gəlinlərdən biri də Asifin atası idi. Divarın arxasından Kabel xəbərlər radiosunun xırıltılı səsi də eşidilirdi. Həsən 6-lığı vurub valetləri götürdü. Radiodan Davud xanın səsi gəlirdi. O, xarici investisiyalar barədə danışırdı. O deyir ki, bizim də Kabeldə televiziyamız olacaq, dedim. Kim? Davud xan. Ay uzunqulaq, prezident. Həsən pıçıldadı. Eşitdiyim qədər İranda artıq var, dedi. Ah, bu İranlılar, deyib ah çəkdim. Həzəraların çoxu üçün İran müqəddəs məkan sayılırdı. Məncə buna səbəb İranlıların da Həzəralar kimi əksərən şiə olması idi. Amma o yay müəllimlərdən biri mənə İranlılar haqqında danışmışdı. Deyirdi ki, onlar adamın üzünə gülə-gülə bir əlləri ilə adamın kürəyini xəncər saplamağa, o bir əlləri ilə cibini boşaltmağa qadirdirlər. Bunu atama deyəndə isə o cavab vermişdi ki, mənim müəllimim paxıldır. Onun fikrincə Əfqanların çoxu barışa bilmirdi ki, İran Asiyada güclənən dövlətə çevrilir. Əfqanistanın xəritənin harasında yerləşdiyini isə dünyada çox az adam bilir. Bunu etiraf etmək o qədər də asan deyil, deyə baba çiynini çəkdi. Sonra isə məni sakitləşdirmək üçün, amma şirin yalandansa acı həqiqət yaxşıdır, əlavə etmişdi. Sənə də bir gün alacam. Mənim sözlərim Həsənin çöhrəsini işıqlandırdı. Televizor doğrudan? Əlbəttə, özdə ağ-qarasından yox. O vaxta qədər biz böyüyəcəyik, amma mən 2 televizor alacam. Birini sənə, birini də özümə. Mən onun rəsmlərimi yığdığım stolun üstünə qoyacam. Həsənin